Leksimizi davamlaştırmamız hürmetlik vatandaş. Bugünkü İslah 2022 yıl 6. ayının 12. günü. Endeki leksimiz bundak. Yaponiya Azər vəzifə təvatqan qoğdunuş armiyası yəki qoğdunuş nazartının əməldarını Tayvanda turuşqa əvətidə qallıqığı yoşurunğan hikmət nimə mütəxəssislər halqılıq tərəbini ekib etdi. Mavzulu xəbər 6. ayının 12. günü Cünquq Nəzarət orbiti ilan qılındı xəbər. Bundaq başlandı. Yaponiya mətbuatı Çəncin xəbərləri yaxında xəbər qılıb bundaq göstərdi. Yaponiya hökuməti qoğdunuş nazarətinin növbəti vəzifə təvatqan əməldarını Tayvanda turuşqa əvətidə qallığı Yaponiya 1972 yılı Tayvan bilan diplomatik münasibətini üzgəndən keyinki bugünkü gündə Yaponiya qoğdunuş nazarətinin bir nəfər əməldarını Tayvanga əvətib turğuzğan boludu. Mütəxəssislər mündaq hesapladı. Bu, Yaponiya-Tayvan münasibətində bir büsəş hasıl qılğanlıqdır. Amerika və Amerikanın ittifaqdaşları bundan keyin Tayvanın Cünquq Qızıl Armiyası doğrusunda axbarat toplaşıdan texmi önümlük paylandı. Onun üstüge Cünquq'un qarşı turuşu tüpeyli Yaponiyanın kararı herkes özgərmeydi. Xəbərdə mündaq görüstüldü. Tayvan boğuzu vəziyyətiga Yaponiya arlaşıdığan bolsa, Tayvan boğuzunun bexatarligini kapalat ki iyi qilishda intayim mühimdir. Tokyo Universiteti Xalqaro münasibətlər professori He Chi Zhending mündaq göstərdi. Növbəti vəzifə təvatqan qoğdunuş nazarətinin əməldarını Tayvanda turuşqa əvətiş fəvqəladə körülüb baxmağan bir işdir. Şundaq deyişki boludu ki, Yaponiyanın Cünquq diplomatiyası və Tayvan münasibətlərdə büsəş hasıl boludu. He Chi Zhending mündaq göstərdi. Amerika Qoşmuş Ştatları prezidenti Joe Biden 5. ayının axırda Amerika, Yaponiya, Avustraliya, Hindistan dörd tərəf söhbət ötküzüb Yaponiya bilan məsləhətləşkən məsləhətin məzmunu da Tayvan boğazının tinchliği və muqimliği mühim mavzu bolğan idi. Onun üstüge Cünquq'un zo'magərligiga qarshi turuş barğansıra aydınlaşdı. 11. ayda Cünquq Kompartiyasının məmləkətlik 20. qurultayı eçildi. Onun Rusiya, Ukrayna uruş vəziyyətini qoşuduğan bolsaq, Tayvan boğuzu texmi real və texmi əmli iş bulub qalıdı. He Chi Zhending mündaq göstərdi. Tayvan istihbarat organlarının Cünquq Qızıl Armiyası doğrusunda axbarat toplaş toru intayim mükemmel. Avustraliya, Angliya, Amerika üç tərəfdən bexatarlik həmkarlıq münasibətini müstəhkəmləşən, məsələn, AQUAS, Quad həmkarlıq sistemini qatarlıq 4 dövlət həm də Amerika, yəni Kanada, Angliya və Avustraliya təşkilləyən 5 gözlə ittifaqı 345 belgilik Cünquq'unu qorşavğı eliş torunun Tayvan bilan istihbarat uçurlarını almashtırışı barğansırı mühim bolmaqda və küçəyitişki müstəhkəmləşki doğru gəlməkdir. Hazır, erişkən uçurlardan qarğanda Yaponiyanın Tayvanda turuşqa qoğdunuş nazarətinin növbətki əməldarlarını əvət edəqallığı
Amerika, Avustraliya, Angliya 3 davlatning e'tirof qilishiga erishdi.